Bəs stres? Belə bir mif var məsələn, mən bunu çox eşidirəm ki, stres birbaşa xərçəng yaradır. Sadəcə stres, yəni həqiqətən də hüceyrələrin nəzarətsiz bölünməsini gətirib çıxara bilirmi? Çox yaxşı sualdır. Niyə? Çünki bunu mən həkim kimi gündəlik təcrübəmdə görürəmmi? Görürəm. Yəni xəstənin dediyinə inanmamaq qeyri-mümkün. Xəstələrdən kifayət qədər eşidirəm və olub da belə təcrübələr. Yaxınını itirib şiş yaranıb, qorxub şiş yaranıb. Gərgin iş rejimi. Bəli, davamlı stres və yaxud davamlı həyat tərzi elədir ki, stres yaşayır və orada şiş yaranır. Mən bunu gündəlik təcrübəmdə görürəmmi? Görürəm. Amma stres elə bir şeydir ki, biz onu ölçə bilmirik. Yəni bu təzyiq deyil, şəkər deyil. Necə baş verir burada? Belə düşünürük ki, hər şiş bir hüceyrədən yaranır. Yəni o hüceyrənin digərlərindən fərqlənməyi odur ki, o kontrolsuz bölünür. Yəni hər hüceyrənin bir bəlli bölünmə sayı var. Şiş hüceyrəsi istədiyi qədər bölünüb nəsil artıra bilmə qabiliyyətinə malikdir. Normalda bədəndə hər gün şiş hüceyrəsi yaranır. Amma hər gün biz şişə yoluxmuruq. Niyə? Çünki immun sistemimiz o hüceyrəni dərhal tanıyır və həmən hüceyrənin quruluşu, genetik quruluşu fərqli olur deyənə onu məhv edir, lizisə uğradır. Bax, davamlı stres bu mexanizmin qırılmasına gətirib çıxarır, zəifləməsinə gətirib çıxarır.